Ümumiyyətlə şəbəkə deyəndə nə başa düşürük? Şəbəkə iki və daha çox qurğunun birləşməsindən və onlar arasındakı əlaqə vasitələrinin yaradılmasını təmin edən bir sistemdir. Kompüter şəbəkəsi isə iki və daha çox kompüterin birləşməsindən yaranmış bir sistemdir. Əlaqə vasitəsi yaradılmış bir sistemdir və kompüter şəbəkələri bir neçə növ xarakteristikalara uyğun təsnif olunurlar, təsnifatları var və ərazi baxımından biz kompüter şəbəkələrini üç yerə böləcəyik. Əslində başlıca olaraq iki yerə bölünür. Lokal və qlobal şəbəkələr. Lokal şəbəkələr nədir? Ərazisi, radiusu 1-2 kilometrdən az olan və ya 1, 2, 3, 4, 5 kilometrə qədər bir ərazini əhatə eləyən kompüterlərdən birləşmiş bir şəbəkə növləri lokal şəbəkələr adlanır. Və bu lokal şəbəkələr bizim bugünkü gündə müəssisələrdə, ofislərdə rastımıza çıxan internet şəbəkələrinin yaradılması hamısı lokal şəbəkələrdəndir. Bundan əlavə qlobal şəbəkələr var. Qlobal şəbəkələr isə artıq daha böyük bir ərazini əhatə edən şəbəkələrdir. Yəni ölkələr arası, şəhərlər arası yaradılmış bir şəbəkə növüdür. Və lokal şəbəkələr LAN, Local Area Network deyə adlandırılır. Qlobal şəbəkələr isə Wide Area Network deyə adlandırılır və WAN W ilə qeyd olunur. Və lokal şəbəkələrin öz növbəsində özünə uyğun müəyyən üstünlükləri, müəyyən təbii ki, çatışmazlıqları da var. Qlobal şəbəkələr də təbii ki, müəyyən üstünlükləri, çatışmazlıqları var. Bu haqda dərsimizdə qeyd olunub. Orada həmin səhəri öyrənəcəyik, oxuyacağıq. Bizim bugünkü dərsimizdə nəzəriyyə həddindən artıq çoxdur deyə mən artıq o mənfi, müsbət cəhətlər, üstünlüklər, çatışmazlıqlar bunlarla vaxt itirmək istəmirəm. Əsas hansı hissələrə nəzər yetirməliyik dərsliyimizdə onları istəyirəm, onlar haqqında danışım. Və bundan əlavə bizdə bir də əlavə olaraq regional şəbəkələr var. Regional şəbəkələr və ya şəhər şəbəkələri. Bunlar isə MAN adlandırılır. Metropolitan Area Network və MAN şəbəkələri də bir şəhər daxilində bir neçə idarə arasında yaradılmış birləşmiş lokal şəbəkələrdir. Və bunlar da regional şəbəkələr, həmçinin şəhər şəbəkələri adlandırılır. Və növbəti deməli bizdə şəbəkələrin aparat təminatı var ki, yəni şəbəkə qurularkən müəyyən qurğular olmalıdır və demək sizdə dərsinizdə qeyd olunub 12.2-nin içərisində başlığında qeyd olunub elə bu haqda kompüter şəbəkəsinin aparat təminatı haqqında və orada qeyd olunub qurğular arasında serverlər, işçi stansiyalar, interfeys kartları, şəbəkə adapterləri, şəbəkə kartları, kabellər və sair qurğular da var əslində. Çox qurğular var. Qurğular haqqında da ayrıca danışacağıq. Amma əsas bu obyektlər olmalıdır ki, bu qurğular olmalıdır ki, biz şəbəkəmizi qurub yarada bilək. Və lokal şəbəkələrdə başlıca olaraq ən çox, yəni ən vacib qurğulardan başlıcası serverlərdir. Serverlər nədir? Serverlər başlıq bütöv bir, bax belə bir kompüterdir. Tutaq ki, belə fərz edək, belə bir serverdir və bizdə işçi stansiyalar var. İşçi stansiyalar isə məsəl üçün otaqda 20 dənə kompüter var. Hər işçinin bir kompüteri var. Bu kompüterlər serverlərdir. Daha doğrusu işçi stansiyalardır. Onlar birləşirlər böyük bir kompüterdə, oradan idarə olunurlar. 20 dənə kompüter bir kompüterə qoşulur və oradan idarə olunurlar. Aralarında şəbəkə və ya sənəd mübadiləsi, informasiya mübadiləsi aparılır. Bax, həmin o server isə, daha doğrusu birləşdikləri kompüter isə baş kompüter, baş server kompüter olur və server adlandırılır. Və interfeys kartları, şəbəkə adapterləri bu bütün kompüterlərdə var təbii ki, bütün işçi stansiyalarda olur. Və bunun belə deyək, şəbəkə adapteri seçmək üçün, istifadə etmək üçün bir neçə xarakteristikalar var ki, onun qoşulduğu şin tipi, şəbəkənin mərtəbələrinin sayı və topologiya, daha doğrusu texnologiyası, hansı ki, bura Ethernet texnologiyası var,
FTDI texnologiyası var, gigabit Ethernet var, fast Ethernet var, token link texnologiyası var və s. texnologiyalar bunlar haqqında da dərsinizdə qeyd olunub. Ətraflı o hissədən də baxacaqsınız. İndi danışacağıq daha doğrusu haqqında da. Və növbəti kabellər. Və kabellər də təbii ki, bugünkü gündə modemlərdən gördüyümüz kimi evimizdə modemlər var da hər birimizin. O görürsüz ki, modem daha doğrusu kabel vasitəsilə xəttə qoşulur və işıq siqnalı vasitəsilə belə deyək enerji toplayır və siqnalları bizə ötürür. Şəbəkə internet şəbəkəsi şəklində bizə ötürür. Və kabellər özləri də bir neçə yerə bölünür, yoldaşlar. Çəkilən xəttlər var, hansı ki bu hava yolu ilə çəkilən xəttlərdir. Həyətlərdə görürük bir stolbadan digər stolbaya, bir dirəkdən digər dirəyə doğru xəttlər çəkilib. Hətta aralarında 1 metr, 70-80 sm-də məsafələr olur, aralıqda olur. Bax, onlar olur bizdə hava yolu ilə çəkilən xəttlər. Sonra kabel xəttlər var, bir də yerüstü və peyk əlaqə radio kanallar var. Bu kabel xəttlər nədir? Mən buna yəni dəstədə də uşaqlara bildirmişəm. Sizlər də yəqin ki görmüş olarsınız. Televizorlarımıza demək bir qutu şəklində əvvəllər olurdu. İndi düzdür, yoxdur. Televizorlarımıza qutu şəklində bir aparat olurdu, DVD kimi. Və oradan kanalları biz oradan çevirirdik. Və ya pult vasitəsilə ora tuturduq, oradan çevirirdik. Bax, həmin onun qoşulduğu kabellər kabel xəttlərdir. Bir də yerüstü və peyk əlaqə radio kanallar var. Bunlar isə yenə televizorlardan bir dənə misal götürəcək. Televizorlara qoşulan bu cross antenalar var, böyük tarelka şəklində. Və onlar da olur yerüstü və peyk əlaqə radio kanalları. Və kabel xəttləri özü də 3 yerə bölünürlər. Burulmuş mis naqillər var. Alüminium və ya yenə mis özəkli koaksial kabellər var. Bir də optik lifli kabellər var. Burulmuş naqillər özü də 2 yerə bölünür. Ekranlaşmış və ekranlaşmamış. Və bu 4 cütdən ibarətdir. Bir neçə rəng var onun içərisində. O rənglər sizə vacib deyil, necə qoşulur eləyir. Bunlar sizə vacib deyil. Dərsinizdə də qeyd olunub. Burulmuş cütlər 2 cür olur. Ekranlaşmış və ekranlaşmamış. Sonra gəlir koaksial kabellər. Koaksial kabellər bunlar da 2 cür olur. Bunlar tərkibi alüminium və ya mis özəkli olur. Və bax, fikir verirsiniz, bax, alüminium və mis özəkdir bunun içərisi. Bax, mislər, burulmuş şəkildə mislərdir. Və bir dənə də alüminium təbəqə var. Və bunlar da diametri 2 cür olur. Diametri 0.5 olan nazik elastik kabellər. Bir də diametri 1 sm olan bərk yoğun kabellər. Və optik lifli kabellər var. Bunların isə tərkibində deməli alüminium təbəqədən əlavə daha doğrusu şüşə təbəqədə var optik lifli kabellərdə və optik lifli kabellər işıq siqnalı vasitəsilə ötürürlər. Yəni informasiyanı. Amma koaksial kabellər elektrik siqnalı vasitəsilə ötürürlər. Bunu dərsinizdə koaksial kabel haqqında yoxdur, belə elektrik siqnalı qeyd olunmuyor, amma siz onu qeyd edin. Optik lifli kabellər işıq siqnalı vasitəsilə ötürülür, koaksial kabellər isə elektrik siqnalı vasitəsilə ötürülür. Və növbəti kompüter şəbəkə qurğuları. Sizin dərsinizdə bu haqda da qeyd olunub, hətta şəkilləri də verilib. Bu çox vacib hissələrdən biridir, yoldaşlar. Bu qurğuların adlarını öyrənirik. Demək, birincisi UPS. Fasiləsiz enerji mənbəyi, fasiləsiz qida mənbəyi. Bu fasiləsiz enerji mənbələri nədir? Müəssisələrdə görmüsünüzsə, kompüterlərin, stolüstü personal kompüterlərin kənarında bir dənə də bir qutu şəklində, elə sistem blokuna bənzər bir dənə deməli qurğu olur. Bax, həmin qurğu nədir? Kiçik generator rolunu oynayır və siz bilirsiniz də personal kompüterlər, stolüstü kompüterlər elektriklə işləyir. Yəni elektrik enerjisindən işləyir. Tokdan çıxaranda adaptörü. Yəni qurğunu tokdan çıxardanda hər şey itirir orada. Elə deyil. Və artıq ola bilər ki, tokdan çıxarmayaq, birdən-birə işıqlar sönsün, işıqlar elektrik enerjisi olmasın. Bu halda artıq həmin o fasiləsiz qida mənbəsi olan, fasiləsiz enerji mənbəyi olan həmin o deməli UPS-lər işə düşür və avtomatik bizim kompüterimizi enerji ilə təmin edir. Və növbəti transiverlər var. Orada transiverlər haqqında qeyd olunub yoğun koaksial kabelə qoşan konnektorlar var, nazik kabellə koaksial kabelə qoşanlardır. Onları işarələyirsiniz, onları öyrənəcəksiniz. Sonra modem haqqında qeyd olunub. Modem nədir? Bugünkü gündə hər birimizin evində də var. Modem bilirik nədir? Modem deməli iki belə deyək, bir dəqiqə yoldaşlar.
Modem iki prosesi özündə birləşdirir. Bir modulyasiya və demodulyasiya, bir də demodulyasiya prosesidir. Bəs modulyasiya, demodulyasiya nədir? Biz informatikanın əsas anlayışları dərsini keçəndə siqnalların növləri haqqında keçmişdik. Bir də informasiyanın formaları haqqında keçmişdik. Siqnalların iki növü var idi. Diskret və kəsilməz. Deməli, informasiyanın isə iki forması var idi. Analoq və rəqəmsal. Və mən xatırlayırsınızsa sizə demişdim bu haqda. Hətta hardware mövzusunda keçəndə modem haqqında öyrənmişdik ki, modem həm giriş qurğusudur, həm də çıxış qurğusudur. Və giriş qurğusu olaraq nə edir? Daxil etmə qurğusu olaraq nə edir? Mən nümunə olaraq da hətta göstərmişdimsə demişdim, podezlərdə, bloklarda bir şəbəkə qurğusu olur. Bizim evimizə oradan şəbəkə çəkilir və modem oradan şəbəkəni alır. Yəni rəqəmsal informasiyanı alır oradan, daxilində analoqdan analoq şəklə çevirir və analoqdan rəqəmsala çevirib bizim telefonlarımıza ötürür. Yəni həm bir yerdən alır, həm bir yerdən də bizə ötürür artıq. Yəni həm daxil etmə, həm xaric etmə qurğusudur və rəqəmsal informasiyanın analoq informasiya çevrilməsi prosesi modulyasiya, əks proses isə analoqun rəqəmsala çevrilməsi demodulyasiya adlanır. Və növbəti gatewaylər, şürüzlər haqqında qeyd eləmişik. Amma dərslikdə şürüzdən qabaq deməli orada gəlməlidir, bir dəqiqə yoldaşlar. Orada segment gəlməlidir. Segment haqqında öyrənəcəksiniz. Sonra hub haqqında gəlməlidir. Hub nədir? Daha doğrusu hubdan əvvəl repeater təkrarlayıcı var. İki segmentin və iki kabelin birləşdirilməsi üçün nəzərdə tutulmuş qurğudur. Və orada xüsusi olaraq nəyə qeyd eləməlisiniz? Regenerasiya prosesini, marşrutlaşdırma və filtrasiya olmadan bu sözləri xüsusi olaraq işarələməlisiniz. Bir kabeldən, siqnalları bir kabeldən digərinə ötürür. Və OSI etalon modeli var. OSI etalon modeli haqqında bu dərsin sonunda keçəcəyik. 12.5-in içərisindədir. OSI etalon modelinin fiziki səviyyəsində işləyir. Və ondan sonra gatewaylər, daha doğrusu hub var. Dərsinizdə sıralama olaraq hub gəlir. Hub nədir? Hub da yenə çoxlu şəbəkə qurğularını birləşdirən bir qurğudur və bu ulduzvari topologiyada istifadə olunur. Topologiyalar haqqında da az sonra danışacağam sizə. Və bu da OSI etalon modelinin fiziki səviyyəsində işləyir. Növbəti gəlir bizdə deməli gatewaylər, şürüzlər. Şürüz nədir? İki müxtəlif kompüter şəbəkəsi və müxtəlif protokoldan istifadə edən kompüter şəbəkəni birləşdirən qurğudur. Müxtəlif kompüter şəbəkəsi, yəni müxtəlif topologiyalı və müxtəlif protokollu şəbəkələri birləşdirəndir. Və bundan əlavə bizdə var nə? Təkrarlayıcı, repeater. Okay, bu haqda danışaq. Təkrarlayıcı repeater nədir? Bu haqda dedim. Gələk switch haqqında danışaq. Switch nədir? Çeviricilərdir. Bu öz tərkibində iki əsas qurğunu birləşdirir switchlər. Bridge, körpü, bir də router marşrutlaşdırıcı və switchlər də eyni şəbəkələri birləşdirmək üçün istifadə olunan, kompüterləri birləşdirmək üçün istifadə olunan bir qurğudur və OSI etalon modelinin kanal səviyyəsində işləyir, ikinci səviyyəsində işləyir və bridge, körpü və router marşrutlaşdırıcı. Bridge nədir? Bu switchdən əvvəl yaranıb, düzdür, amma switch qədər düzdür, switch bunlar arasında ən keyfiyyətli qurğudur, ən etibarlı, ən təhlükəsiz, hər mənada üstün bir qurğudur, switch qurğusu. İndi sizə biraz bunlar yad gələ bilər, uşaqlar, bu qurğu adları olaraq biraz yad gələ bilər. Amma bu bizim IT sahəsində çox istifadə olunur. Hər gün demək olar ki, hər gün yox, yəni günün hər saatında da işimizdə qarşımıza çıxır bu. Və bridgelər demək switchlərdən əvvəl yaranmağına baxmayaraq, amma switchlər qədər effektiv bir qurğu deyil. Düzdür, onun tərkib hissələrindən biridir və biraz az qurğu birləşdirir özündə və OSI etalon modelinin kanal səviyyəsində işləyir. Bir də router haqqında var. Router isə bugünkü gündə ən sadə router olaraq, nümunə olaraq biz modemlərimizi, evimizdəki modemləri göstərə bilərik. O bir routerdır və OSI etalon modelinin şəbəkə səviyyəsində işləyir. Və növbəti topologiyalar. Bəs topologiya nədir? Topologiya şəbəkələrin yol xəritəsini cızan, bir-birinə necə qoşulmalıdır, çertyojunu verən bir belə deyə vasitədir. Və topologiyaların 3 əsas növü var. Çox növləri var əslində, amma 3 əsas növünü qeyd edəcəyik. Şin, ulduzvari və dairəvi və ya halqavari topologiya deyirik buna. Şin topologiyası arıcı olaraq burada gördüyünüz şin topologiyasıdır yoldaşlar.
Və bu şin topologiyası bax bu kompüter bundan belə görürsüz. Bir xətt üzrə hamısı bir-birinə qoşulur. Və şin topologiyasında öz növbəsində həm yaxşı, həm də pis xüsusiyyətləri, daha doğrusu çatışmayan xüsusiyyətləri var. Ulduzvari topologiya. Ən bahalı topologiya budur. Ən baha başa gələn topologiya budur. Şəbəkə növü budur. Bu nədir? Bütün kompüterlər hamısı ayrı-ayrı bir switchə qoşulur. Və ortada mərkəzdə hub yerləşə bilər, switch yerləşə bilər. Yəni mərkəzi qovşaq olaraq bir qurğu yerləşir. Və iki cür ulduzvari topologiya var. Bir aktiv ulduz var, bir də passiv ulduz var. Aktiv ulduzda belədir ki, aktiv ulduzun mərkəzində deməli yerləşir kompüter, amma passiv ulduzun mərkəzində yerləşir konsentrator və ya hub qurğuları. Və bundan əlavə bizdə nə var? Deməli, halqavari topologiya. Halqavari topologiya isə arıcı olaraq dairə üzrə bir-birinə qoşulmuş. Elə şəkildən də görmək olur ki, bu halqavari bir şəkildə olan bir şeydir. Və arıcı olaraq dairə şəklində bir-birinə qoşulmuş kompüterlərdə olur halqavari topologiya. Və bundan əlavə bizim nəyimiz var yoldaşlar? Deməli, dərsinizdə qeyd olunub, düzdür, dərs yazıda mənim yanımda deyil, səhifə nömrəsini dəqiq deyə bilmirəm sizə. Orada kombinə edilmiş topologiyalar vardı, yoldaşlar. O haqda öyrənəcəyik. Bir də ulduzvari topologiyada olduğu kimi halqavari topologiyada da iki cür yenə topologiya var. Yenə aktiv və passiv halqalar var. Yenə aktiv halqada mərkəzində kompüter, passiv halqanın mərkəzində isə konsentrator və ya hub yerləşir. Və növbəti şəbəkə texnologiyaları. 5 əsas şəbəkə texnologiyamız var. Ethernet, Fast Ethernet, Token Ring, FTDI və 100VG NLAN. Dərsliyinizdə bunlara aid yoldaşlar xüsusi olaraq qeyd olunub cədvəllər. Həmin cədvəlləri mükəmməl şəkildə öyrənirik. O cədvəldə onların üstünlükləri, daha doğrusu onların xarakteristikaları qeyd olunub. Onları əzbərləyəcəksiniz. Qalan mətn hissələrinə, abzaslara baxmanıza ehtiyac yoxdur. Həmin hissələri əzbərləyirsiniz. Sonra Ethernet texnologiyasının fiziki xüsusiyyətləri var. 10BS5, 10BS2, 10BS2, 10BS-F. Bunların da xüsusi özellikləri var ki, 10BS5 yoğun koaksial kabellərə qoşulur və diametri 0.5 düyüm olan kabellərlə işləyir. Segmentində maksimal uzunluğu 500 metr olur. 10BS2-də segmentin maksimal uzunluğu 200 metr olur. Diametri isə nazik koaksial və 0.25 düyüm olan koaksial kabellər olur. 10BS-də ekranlaşmamış burulmuş süt əsasında, 10BS-F isə optik lifli kabellər əsasında işə düşür. Və belə. Növbəti Token Ring texnologiyası haqqında da qeyd olunub. İlk dəfə 1984-cü ildə IBM kompaniyası tərəfindən daha doğrusu işlənmişdir. Və Token Ring texnologiyası halqa topologiyasına əsaslanır. Bunların hamısı haqqında Token Ring texnologiyasında hansı kabel növlərindən istifadə olunur, ötürmə sürəti nə qədərdir, hansı topologiyadan istifadə olunur və s. Bunlar haqqında, hamısı haqqında və ya deməli kabel növünü dedim, deməli ötürmə sürətini qeyd elədim, topologiyasını qeyd elədim. Bir də standartlarını görəcəksiniz uşaqlar. 802.1, 802.3 və 802.5 deyə bir standartlar var. Həmin standartlara da baxacaqsınız. Bu haqda isə həmin mövzunun sonunda bir cədvəl var. Topologiyalar, texnologiyalar qeyd olunub. Həmin bir dənə cədvəli tapın yoldaşlar. Kiminsə dərslik yanındadırsa bir dənə səhifə nömrəsini mənə desin, mən də uşaqlara bildirim ki, həmin nömrədən baxsınlar. Burada da qeyd olunub hətta. Mən burada da qeyd eləmişəm. Ethernet 802.3. Mənim yoxsa hansını? Dərslikdə bax belə bir cədvəl olmalıdır. Kitabın sol səhifəsinin yuxarısındadır. 237 ola bilər. Belə bir cədvəldir. Bax, texnologiyası, standartı, topologiyası. Tapdım 240-da. 240-da, okey. Səhifə 240-da 802.3 şin koaksial ISO, bax bu. ISO. Bu cədvəl əsaslı, bu cədvələ xüsusi dərsliğinizdə ulduz qoyan yoldaşlar. Bunu xüsusi əzbərləyib öyrənirsiniz. Yəni orada olan o mətn hissələri var ha. O mətn hissələrinə baxmasanız da olur. Hər şey, bax burada bunun içərisində yazılanlar orada da yazılıb mətn içərisində. Amma mətn içərisində oxuyanda biraz sizi yorur da. Cədvəl üsulu ilə öyrənmək daha rahatdır. Cədvəl üsulu ilə baxırsan ki, əlaqələndirə də bilirsən. Bunda bu var, bunda bu yoxdur. Bunda bu var, bunda bu yoxdur. Bunda məsəl üçün koaksialdır, bunda burulmuş süt optik lifli və s. Yəni bunu əlaqələndirə bilirsiniz. Bunda 10 megabitdir, bunda 100 megabitdir. Bunda 4 megabitdir, bunda 100-dür. Bunda da 100-dür. Belə əlaqələndirmələr eləmək olur.
Və növbəti klient server texnologiyası var. Verilənlər bazası dərsini keçəndə biz klient server texnologiyası haqqında danışmışdıq ki, klient server texnologiyası nədir? Baş server olur və ondan istifadə edən klientlər olur. Hətta mən bunu belə demişdim ki, biz müştərilərik, klientlərik. Serverdə bizim üçün demək supermarketdir və biz oradan hər birimiz oradan qaynaqlanırıq, istifadə edirik. Və bu da belə bir şeydir ki, server şəbəkə resursunu paylayandır, məhsulu paylayandır. Klient isə o məhsuldan istifadə edən kiçik kompüterlərdir. Bizim işimizə idarə edən kompüterlərdir. Və burada o dərslikdə də o haqda nəzəri baxımından qeyd olunub, onu bir o qədər əzbərləməyə məcburiyyətində deyilsiniz. Və gəlirik OSI etalon modelinə. OSI etalon modelinin açılışı Open System Interconnection-dır və ilk dəfə ABŞ-ın Beynəlxalq Standartlaşdırma İnstitutu tərəfindən bu yaradılmışdı və bu nə deməkdir OSI etalon modeli? OSI etalon modeli o deməkdir ki, biz nəsə bir internet üzərində axtarış eləyəndə ya adi bir WhatsApp üzərindən mesaj göndərdiyimiz halda belə və ya başqa nəsə proseslər və ya Instagram üzərindən post paylaşırıq və s. Bunlar hamısı yəni birbaşa olmur yoldaşlar. Bu 7 əsas mərhələ keçir. 7 əsas mərhələlər də nədir? Fiziki səviyyə var burada, fiziki mərhələ var, kanal mərhələsi var, şəbəkə mərhələsi var, nəqliyyat mərhələsi var, seans mərhələsi var, təqdim etmə və tətbiq mərhələsi var və ya təqdim etməyə nümayiş də deyirik. Yəni bu səviyyələr, bu mərhələlər hamısı OSI etalon modelinin səviyyələridir. Və OSI etalon modelinin nə üçün yaradıblar? Baxırlar ki, internet üzərindən nəsə bir axtarış eləyəndə, tutaq ki, mən Google-da yazıram, göndərdim. Göndərdiyim halda orada qarışıqlıq düşür. Biz belə göndəririk, bizə cavab gələ bilər, amma Google-un serverində çox qarışıq bir durum baş verir və OSI etalon modelini yaradıb Google-un serverlərinə tanıdırlar və artıq o biz məlumatı göndərdiyimiz mərhələ fiziki mərhələdən başlayır, fiziki səviyyədən başlayır. Ta ki Google-a gedib çatdı və Google bizə məlumat göndərdi. Yenidən bizə qayıtdığı məlumat var, nəyisə haqqında axtarış edirik və bizə məlumat göndərir. Onun bizə gəlib çatmasına qədər tətbiq səviyyəsinə, belə deyək, aradakı mərhələlərin hamısını bir-bir aşağı gedir. Fiziki səviyyə vasitəsilə mən yazdım, göndərdim, kanal səviyyəsi